Demək, hmm, Kaspi sınağı B variantı. 23 noyabr tarixində keçirilmiş 9-cu sinif Kaspi sınağının B variantının qaydalarının izahı. Biri toplu isim deyil, cavab dedi, düzgün yazılıb. Cüt sözü toplu isim deyil. Onu biz numerativ söz kimi işlədirik. 28 hansı cümlədə ahəng qanuna tabi olmayan sözlərin sayı daha azdır? Gəlin bir-bir baxaq. A variantında solmaz, ahəng qanuna tabi olan sözlər sayıram. Bu təkhecalı sözü mən bir, bunu nəzərə almırıq, çünki təkhecalıdır. Solmaz 1, çiçəyəm 2, aləmləri bu tabi deyil. Bəzərəm 3. Burada 3 söz ahəng qanuna tabidir. Solmaz, çiçəyəm, bəzərəm. Keçdik B variantına. B variantında demək səhərlərdən 1, doğubdur 2, yenə 3. Bir də günəş. Burada 4 söz ahəng qanuna tabidir. Günəş, səhərdən, doğubdur, yenə. Burada 4 ahəng qanuna tabi söz var. C-də onunla sonra saxlayıb məclisdən çıxdıq. 4 söz də burada tabidir. D variantında dalğalar üstümə gəlir bu gecə. Burada hamısı ahəng qanuna tabidir. Yəni bunu təkhecalı olduğu üçün saya salmıram. E-də demək onun üçün sehirli çıraqdan 4 söz də buradadır. Ahəng qanuna tabi olan sözlər. Cavab A variantıdır. Çünki burada hamısında 4-4'dür, amma burada 3 söz solmaz, çiçək, bir də bəzərəm. 3 söz. Ən az say buradadır. Cavab A. Keçdi 29-a. Hansı cümlədə mürəkkəb adın yazılışında səhvə yol verilib? Burada A variantında 8 noyabr ölkəmizdə zəfər günü kimi qeyd olunur. Biz demişdik ki, tərkibində gün olan sözlərin baş hərfləri hamısı böyük hərf yazılmalıdır. 8 noyabr zəfər günü. Burada günü sözünü kiçik yazıb, səhvdir. Cavab A variantı. O birilər hamısı doğrudur. Məsələn, burada C götürüblər, amma Milli Məclisin sədri bu düzgün yazılıb. Milli Məclis xüsusi hissəsidir. Sədr ümumi özək hissi olduğu üçün kiçik yazılıb. Cavab A idi. Gün sözü böyük yazılmalıydı. 30-da hansı cümlədə uzlaşma əlaqəsi kəmiyyətə görə pozulub? Kəmiyyət yəni təkcə məsələsinə görə. Burada cavab düzgün götürüb. Qonaqların hamısı. Burada söz birləşməsinin birinci tərəfi cəmlənsə də bu nəzərə alınmır. Bizə əsas tərəf lazımdır. Hamısı sözü əsas tərəf təkdədir. Ona görə bizim yəni mübtədamız təkdə hesab olunur. Qonaqların hamısı oturdular. Oturdular cəmdədir. Burada kəmiyyətcə uzlaşma pozulub. Mübtada təkdədir, amma xəbər cəmdədir. Cavab C-dir. 31. Hansı cümlədə amonimli olan frazeoloji birləşmə işlənib? Cavab D götürülüb. Bəli, doğrudur. Söz vermək amonim frazeoloji birləşmədir. Bir mənası, məsələn, bir insana söz verib, yəni üstündə durub durmamaq da sizdən asılıdır. Biri də kiməsə söz haqqı, danışmaq haqqı verilmək. Məsələn, deyirəm, çıxış üçün söz Kərimzadəyə verilir. Bu şəkildə yəni işlədilə bilər. İki mənada işlənilir. Ona görə cavab D-dir. 32. Biri mücərrəd isim deyil. Burada B səhv götürülüb. Burada rəssam konkret isimdir. Çünki o insandır. Gözlə görünən, toxunulan bir şeydir. Duyğu sözü yəni mücərrəd isimdir. Səhv götürüblər. Cavab E olmalıydı. Hansı cümlədə fe'li birləşmə var? Bir izahını verək. A variantı uzaqdan bir atlı yavaş-yavaş bizə tərəf gəlirdi. Burada ümumiyyətlə fe'lin təsriflənməyən forması yoxdur. Biz demişik fe'li birləşmələrdə əsas tərəf fe'lin təsriflənməyən formasından ifadə olunmalıdır. Burada ümumiyyətlə fe'li təsriflənməyən forması yoxdur. Yəni nə məstər, nə fe'li sifət, nə fe'li bağlama. B variantına hər şey gözlənilmədən baş vermişdi. Hər şey necə baş verdi? Gözlənilmədən. Burada fe'li bağlama var, amma tərkib əmələ gətirməyib. C-də susmaq bəzən ən gözəl cavabdır. Susmaq məstərdir, amma tərkib əmələ gətirməyib. Məstər tərkibi deyil. D-yə baxaq. Lalənin balaca əlləri mənə tərəf uzandı. Burada ümumiyyətlə fe'lin təsriflənməyən forması yoxdur. E-də vaxtında dərslərini oxuyanlar imtahanda uğur qazanarlar. Vaxtında dərslərini oxuyanlar kim vaxtında uğur qazanar? Burada vaxtında dərslərini oxuyanlar fe'li sifət tərkibidir. Cavab E olmalıydı. Gəldik 34-cü suala. 34-də deyir, hansı söz hecalara düzgün bölünməyib?
A variantı kiloqram. Bu mürəkkəb sözlərini hecalama qaydasını demişdik ki, ayrı-ayrılıqda söz kimi hecalanmalıdır. Burada iki söz kilo və qram sözləri düzgün hecalanıb, ayrı-ayrı söz kimi götürülüb. Gülağada səhvlik var. Niyə? Çünki bu da mürəkkəb sözdür. İki sözün birləşməsidir. Gül və ağa. Burada iki sözdən bir heca düzəldiblər. La hecası. Ortadakı la hecasının l samiti gül sözünə, a saati isə ağa sözünə məxsusdur. İki sözdən bir heca düzəltmək olmaz. Qaydaya görə mürəkkəb sözlər iki ayrı-ayrı söz kimi hecalanmalıdır. Gül, ağa. Gül, ağa. Cavab B səhvdir. O biriləri düzdür. 35-də xətkeş sözünün fonetik xüsusiyyətlərlə bağlı səhv fikri müəyyən edin. Xətkeş, karkeş şəkilsi demişdik ki, olduğu kimi tələffüz olunur. Özünün cingitli qarşılığını keçmir burada iki samiti. Yəni xətkeş yazıldığı kimi də tələffüz olunan sözdür. İndi baxaq, qarşılığı olmayan samit işlənməmişdir. Qarşılığı olmayan samit. Burada x, t, k, ş, bəli, hamısının qarşılığı var. Yəni A variantı düzgün cavabdır. B-də iki incə, açıq, dodaqlamayan sait var. Burada iki sait var. Ə, e. İkisi də incədir, açıqdır və dodaqlamayandır. Doğrudur. C-də deyir, yazılışı ilə tələffüzü fərqlənmir, düzdür, fərqlənmir. D-də deyir, bir cingiltili, 3 kar samit var. Burada samitlər x, t, k, ş, 4-ü də demək kar samitlərdir. Burada ümumiyyətlə cingiltili samit yoxdur. Cavab D düzdür. 2 hecalıdır. 2 saat varsa demək 2 hecalıdır. Vurğu ikinci hecaya düşür. Doğrudur. Xətkeş. İkinci hecadadır vurğu. D düzgün cavabdır. 36 deyir, tabesli əlaqəsinin işləndiyi cümləni müəyyən edin. Burada sevinci də, kədəri də birgə yaşayırdılar. Doğrudur. Burada sadalama intonasiyası var. Həmcins üz var. Ona görə cavab B'dir.